Kar qurbağa. Bir dəstə qurbağa meşəyə gəzintiyə çıxmışdı. Nəğmə oxuya-oxuya hoppanırdılar. Bu vaxt qurbağaların ikisi necə oldusa dərin bir çuxura düşdü. O biri qurbağalar təlaşla çuxurun başına toplaşdılar. Çuxur o qədər dərin idi ki, oradan çıxmaq çox çətin görünürdü. Yuxarıdakı qurbağaların biri onlara səsləndi. Çox istərdik ki, sizi xilas edək, ancaq əlimizdən heç nə gəlmir. Uzun qollarımız olsaydı, sizi darda qoymazdıq. Heyf ki, yoxdur. Özünüz də belə dərin çuxurdan çıxa bilməzsiniz. Digər qurbağa da çuxurun içində var-gəl edən qurbağalara səsləndi. Ay aman, çuxur nə qədər dərindir. Başqa bir qurbağa başını çuxura uzadıb quruldadı. Ən yaxşısı, özünüzü boş yerə yormayın. Oradan çıxmaq mümkün deyil. Çuxurdakı qurbağalar vurnuxur, hoppanıb düşürdü. Bir müddət sonra qurbağalardan biri həm yorğunluqdan, həm də yuxarıdakıların dediklərindən ümidsizliyə düşüb bir kənarda dayandı. Quyudakı digər qurbağa isə dayanmadan hoppanırdı. Yuxarıdakı qurbağalar onun boş yerə özünü yorduğunu deyirdilər. Çuxurun dərinliyini görmüsən? Oradan çıxa bilməzsən. Gör dostum nə ağıllıdır, özünü yormur. Çıxa bilməzsən, boş yerə özünü yorma. Ancaq qurbağa bu səsləri eşidənə oxşamırdı. Çuxurdakı dostunun bir kənara çəkilib oturmasına da əhəmiyyət vermirdi. Birdən hündürə hoppanıb ağac köklərindən tutaraq özünü bir təhər çuxurdan bayıra ata bildi. Bayaqdan qışqırışan qurbağalar onu təbrik etdilər. Amma o heç nə demədən yoluna davam elədi. Sən demə, bu qurbağa anadan gəlmə kar imiş. O quyuda olanda da yoldaşlarının dediklərini eşitməmişdi.